Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Sakit Səfərli. Bu gün sizə qısa da olsa bir video çarx hazırlamışam və bu video çarxımda sizin üçün 15 iyul 2026-cı ildə fiziki tərbiyə müəllimlərinin işə qəbul imtahanında düşmüş 40 sualın hər birini doğru düzgün şəkildə, həmçinin cavabları ilə bir yerdə qısa şəkildə sizə izahını verəcəm. İlk olaraq birinci sualımızdan başlayalım. Deyir ki, aşağıda verilmiş fikirlər qaçaraq uzunluğa tullanmanın hansı fazasına aiddir? Bəli, bu dörd fikir bir fazaya aid olmalıdır. Bilirsiniz ki, qaçaraq uzunluğa tullanmanın dörd fazası var. Qaçış, təkan, uçuş və yelənmə. Baxın, deyir ki, qaçışın düz xətli olması, qaçış sürətinin getdikcə artması, qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması və qaçış məsafəsinin təkan yerinə dəqiq düşmə imkanı verməsi. Heç uzaqlaşmaya ehtiyac yoxdur müəllimlər. Gördüyünüz kimi hər bir dörd ifadənin birində qaçış sözü var. Təbii ki, bunların hər biri bu hərəkətlərin icrası qaçış texnikasına aiddir. Yəni qaçış fazasına aiddir. Sualımızın doğru variantı qaçış. İkinci sual. Zülal daha çox hansı qida məhsullarında olur? Təbii ki, bunu bilirik, ət və süd məhsullarında olur. Vitaminlər bölməsinə aiddir və bir neçə bildiyim qədər MİQ imtahanında vitaminlərdən suallar düşmüşdür. Üçüncü suala baxın. Oynaqların əzələ və bağ aparatının böyük amplituda ilə işlənməsi hansı hərəkət qabiliyyətinin inkişafına xarakterize edir? Elə uzaqlaşmaya ehtiyac yoxdur. Oynaqlar, əzələ və bağ, həmçinin amplituda. Amplituda sözünüzün mənası nə deməkdir? Tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə hərəkətin son həddi. Təbii ki, bildiyimiz qədər bu hərəkətlərin hər biri, yəni bu texnikin icra olunan hərəkətlər bədənin əyilmə qabiliyyətinə aiddir. 4. Deyir, kürəyi üstə uzanmış vəziyyətdən şagird topu uzağa atır. Hansı hərəkət qabiliyyətə aiddir? Baxın, şəkildə də hazırlamışam, imtahanda olduğu kimi. Ümumiyyətlə, doldurmuş topların atılması, itələnməsi, uzaq məsafəyə atılması bir məna olaraq sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Bir neçə yoldaş bildiyim qədər eşitdim ki, qüvvəni seçir. Qüvvədə elə demir. Deyir ki, doldurmuş toplarla hərəkətlər, yəni qüvvə hərəkət qabiliyyətin əzələləri inkişaf etdirən zaman top olmasın, qeyri bir alət olsun əldə, hər hansı bir əşya olsun, onunla bir idmançı və ya da şagird hərəkət edirsə, düzdür, burada qüvvəni inkişaf etdirmiş olur. Amma burada bizdə hərəkəti demir, edir. Deyir ki, kürəyi üstə uzanmış vəziyyətdən şagird topu uzağa atır. Avtomatik olaraq təyinatına görə burada şagird sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir yuxarı ətraflarda. 5. Fiziki hərəkətlərlə deyir, məşğul olan idmançıya vitaminlər vacibdir. Təbii ki, bu vitaminlər deyir, orqanizmə əsasən necə qəbul edilir? Baxın, əsasən deyir. Əsasən olduğu üçün müəllimlər qidalanma yolu ilə olacaq. Yəni bəzi yoldaşlar deyir ki, günəş şüaları ilə olar. Düzdür, günəş şüaları ilə ən çox bilir ki, D vitamini alır insan, amma burada əsasən dediyi üçün qidalanma yolu ilə olacaq. 6. Azərbaycan Tokyo 2020 yay olimpiya oyunlarında neçə medal qazanmışdır? Bildiyiniz kimi 2020-ci il koronavirusa görə yarışlar bir il təxirə salınıb 2021-də keçirildi Tokyoda və Azərbaycan 7 medal qazandı. Burada 7 medaldan 3 gümüşümüz olmuşdur, 4 bürüncümüz. Sicil üçün 3 gümüş qazanan idmançılarımızı deyim. Rafael Ağayev, İrina Zaretskaya, bir də Hacı Əliyev. Rafael ilə İrina karate idman növü üzrə idi. Belə deyək, Hacı Əliyev isə sərbəst güləş idman növü üzrə gümüş medal qazanmışdır. Doğru variantımız 3 gümüş, 4 bürünc. B variantı. 7. Uzaq vurmayan şahmat fiquru hansıdır? Yəni seçin. Uzaq vurmayan bildiyimiz kimi 3 fiqurumuz var bizim müəllimlər. Şah, at və piyadadır. Amma uzaq vuran fiqurlar isə top, vəzir və fil olduğu üçün burada biz şah, at və piyadanı seçirik. 1, 5, 6. B variantı. 8. Çeviklik hərəkət qabiliyyətinin inkişafına hansı hərəkət daha çox təsir edir? İstiqaməti dəyişməklə qaçışlar, bəli, təbii ki, budur. Qaçaraq uzunluğa tullanma sürət gücdür, kəndirə dırmanma qüvvədir, uzaq məsafəyə qaçış dözümlüdür, topun uzağa atılması və itələnməsi də desəydi, olacaqdır sürət güc. Doğru variantımız istiqaməti dəyişməklə qaçışlar. Bədən əyilmə qabiliyyətinin inkişafına hansı hərəkətlər aiddir? Təbii ki, körpü vəziyyəti ilə A variantında. Körpü vəziyyəti bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. 10. Qısa məsafəli estafet qaçışı əsasən hansı hərəkət qabiliyyətini inkişaf etdirir? Müəllimlər, bizimlə, yəni belə deyək, qrupda hazırlaşan müəllimlərin məlumatı var idi. Dəfələrlə izah edirdim ki, estafet tipli ümumiyyətlə oyunlar olsun, yarışlar olsun, demək olar ki, hər bir hərəkət qabiliyyətdə var. Amma biz onun təyinatına baxacağıq. Məsələn, çox mərhələli estafetlər və yaxud da kombinləşmiş estafet oyunları desə dözümlüdür və yaxud da qüvvə hərəkətləri daxil edilmiş estafetlər desə bilirsiniz qüvvədir və yaxud da deyə bilər ki, voleybol və futbol idman oyunlarından ibarət estafetlər, oyunlar, yarışlar bu çeviklik olacaq və ya da sıçrayış elementləri daxil edilmiş
estafetlər deyərsə sürət güc olacaq. Amma burada nə deyir? Qısa məsafəli. Qısa məsafəli dediyi üçün avtomatik olaraq hərəkət təyinatına görə gedəcək, sürət hərəkət qabiliyyətini inkişaf etdirəcək. 11. Aşağıdakılardan hansılar atletikanın bir olimpiya proqramına daxildir? Burada baxın, şüvüllə tullanma, üstəkanla tullanma, qaçaraq hündürlüyə tullanma, yerindən uzunluğa tullanma və qaçaraq uzunluğa tullanma. Müəllimlər, buradan yalnız yerindən uzunluğa tullanma. Ümumiyyətlə, atletikaya aid bir hərəkət deyil. Bu yalnız sürət gücün həm böyük summatik qiymətləndirmə, həm də diaqnostik qiymətləndirmə normatividir deyə yerdə qalan 4 hərəkətin hər biri aid olacaq olimpiya oyunlarına. Yəni 1, 2, 3 və 5 D variantı. Üzr istəyirəm, su içirdim. 12. Deyir ki, nisbi qüvvə, reaktivlik, partlayıcı qüvvə, maksimal qüvvə hansı hərəkət qabiliyyətinin növləridir? Təbii ki, bir neçəsində açar sözlərə baxın. Nisbi, maksimal, həmçinin qüvvə, qüvvə deyir və burada açıq-aşkar bizə. Təbii ki, qüvvə hərəkət qabiliyyətinin növləri olacaq. 13. İcra vaxtının uzadılması əsasən hansı hərəkət qabiliyyətinin göstəricisidir? Elə bir neçə imtahanlarda, hətta digər bir sertifikasiya imtahanında da belə bir təyinatda, formatda bir iki sualımız düşmüşdür. Təbii ki, dözümlülük hərəkət qabiliyyətidir. 14. Aşağıdakılardan deyir, hansı qüvvə qabiliyyətinə aid deyil? Deməli, 5 variantın 4-ündə olan ifadələr qüvvə hərəkət qabiliyyətinə aiddir. Biri isə yox. Əzələnin enkəsiyi, bəli. Sinir impulsların gücü və tezliyi, bəli. İdmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti yox. Bu sürət və sürət gücünün təzahür amili formasına aiddir. Sonra əzələnin elastikliyi və reaktivliyi, sinergiyası əzələnin koordinasiyasından bu da qüvvəyə aiddir. Yalnız idmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti sürət gücünün təzahür amilinə aiddir. 15. Dözümlülük qabiliyyətinin növlərindən hansı yanlışdır? 4-ü doğrudur, biri yanlışdır. Dözümlüyün növlərindəndir. Ümumi və xüsusi növləri vardır, bəli. Koordinasiya dözümlüyü texniki hərəkətlərin təkrarlanması ilə bağlı, bəli, texniki hərəkətlərin dəfələrlə təkrarlanmasıdır. C. Dinamik dözümlülük yüngül. Xeyr. Yüngül əzələ hərəkətinin uzun müddət icrasıdır. Xeyr. Doğru fikir, dinamik dözümlülük ağır əzələ hərəkətlərin uzun müddət icrası deməkdir. Yanlış variantımız C variantıdır. 16. Zaman və məkanda bədənin hərəkətinin nizamlanması koordinasiyanın hansı səviyyəsidir? Bildiyiniz kimi koordinasiyanın 3 səviyyəsi var, yəni çevikliyə aiddir. Sinir koordinasiyası, hərəkət koordinasiya, bir də əzələ koordinasiyası. Burada zaman və məkanda bədənin hərəkətlərinin nizamlanması dediyi üçün olacaq hərəkət koordinasiya, yəni hərəkət səviyyə, C variantı. 17. 3x3 basketbolunda deyir, komanda 9-cu komanda faal etdikdə rəqib komandaya hansı üstünlük verilir? Bildiyiniz kimi 3x3 basketbol idman oyunda müəllimlər. Oyunçunun fərdi faul limiti yoxdur, amma komandanın faul limiti var və 6 faul limiti var. Artıq 6 faul etdikdən sonra faul limiti bitir. 7, 8, 9-da hər hansı bir faul olunduqda qayda pozuntusu. 2. Sərbəst atış verilir. 10 və sonrakılarda isə həm də topa yiyələnmə verilir. Doğru cavab 2 sərbəst atış verilir. Çünki 9-cu komanda faulunu deyir. 18. Badmintona aid olan fikirlərdən hansı doğrudur? Doğru olanı götür. Olimpiya proqramına daxil deyil, xeyr, daxildir. Zərbə zamanı yalnız bir ayaq yerə toxunmalıdır, xeyr, 2 ayaqda olmalıdır. Sonra servis zamanı hər iki ayaq yer səthinə toxunmalıdır. Bəli, doğru cavab. Servis zamanı hər iki ayaq yer səthinə toxunmalıdır. Ən azından pəncələr, hər iki ayağın pəncəsi yerdə, dabanlar qaldırıla bilər. Buna icazə var. Sonra voleybolda servis zamanı, yəni bir nömrəli zonada yerləşən oyunçu topu oyuna daxil edilməzdən əvvəl deyir, servis vuran oyuncu topu havaya atır. Lakin vurmayaraq yenidən tutur. Hakimin qərarı necə olmalıdır? Dəfələrlə mən bizim qrup müəllimlərinə demişdim ki, servis zamanı topu servisdən öncə yerdə çiləməyə də icazə verilir. Həmçinin havaya atıb, sonra vuruşla etmək olar. Amma topu havaya atıb, yenidən mən tutum və yenidən havaya atım vurum, bu olmaz. Bu artıq rəqibə bir servis və bir xal qazandıracaq. Burada doğru cavabımız servis xətalı sayılır və xal rəqib komandaya verilir. 20. Müəllim əsas hissədə şagirdlərə komandalı oyun və yarışlar təşkil edir. Oyun zamanı şagirdlər bir-biri ilə toqquşmadan zədələnirlər. Yəni heç bir toqquşma halı baş vermir. Digər şagirdlərdə deyir, əzələlərində ağrılar yaranır. Buna səbəb nədir? Təbii ki, buna müəllimlər səbəb olacaq. Müəllim qızışdırıcı hərəkətlərdən kifayət qədər istifadə etməməsi olmuşdur ki, əsas hissədə də gəlib müəyyən zədələnmələr, nə bilim, vətərlər bağların dartılmasına səbəb olur. Doğru cavab müəllim qızışdırıcı hərəkətlərin kifayət qədər istifadə etməməsidir. 21. Sxemdə deyir, uyğun olaraq arzuyu tamamlayın. Baxın, 30 metr qaçış bir sürətə aiddir, 20 km idman yerişi, dözümlüyə aiddir və topla yer dəyişmələr isə çevikliyə aiddir.
Baxın, doğru variant burada sürət dözümlülüyü və çevikliyidir. Amma əksəriyyət müəllimlərimiz bildiyim qədər gedib bu variantı seçib. Sürətə aiddir bu dözümlüyə, bu da topla yerdəyişmələr basketbola götürüb. Xeyr, doğru cavab sürət dözümlülüyü və çevikliyidir. Basketbol idman növüdür. Onda hər hansı bir hərəkət ola bilər, amma bizdən burada hərəkət qabiliyyətlərinin ardıcıllığını soruşur. Yəni topla yerdəyişmələr təyinatına görə çeviklik hərəkət qabiliyyətini inkişaf etdirir. Basketbolu inkişaf etdirir, yox. 22. Həndbolda top qapıçıya dəyərək ön xəttə keçərsə hakiminin qərarı necə olur? Həm ön xətt nə deməkdir? Yan və baş xətt var. Baş xətt nədir? Qapı xətti var. Ön xətt deyil buna. Orada düzdür. Top müdafiəçilər dəyib çıxarsa, top yandan başlayır hücum tərəfindən. Amma top qapıçıya dəyib qapı xəttlərindən çıxıb qol olmazsa, bu zaman qapıçı topu oyuna daxil edəcək. Yəni qapı zərbəsi ilə oyun bərpa olunacaq. Sonra 23. Futbolda topun qapıdan başlanmasına aid fikirlərdən deyir, hansılar doğrudur? Futbolda bizə doğru olanları soruşur. Yəni qapıdan zərbə zamanı. Deyir ki, qapıçı topu birbaşa rəqib qapısına vurarsa qol sayılır. Bəli, qapıdan qapıya birbaşa qol icazə verilir. 2. Qapıçı topu yalnız özü başlaya bilər. Xeyr, futbol idman oyununda qapıdan zərbəni istənilən bir oyunçu başlaya bilər ayağı ilə. Sonra qapıdan zərbə zamanı oyundan kənar vəziyyət qeydə alınmır. Bəli, deməli doğru variantımız olacaq 1 və 3. O da D variantındadır müəllimlər. 24. Aşağıdakı hərəkətlərdən hansı çeviklik hərəkət qabiliyyətini inkişaf etdirir? Baxalım. 5 metr məsafədən topun hədəf atılması, bəli, məhz elə A variantı çevikliyi inkişaf etdirir. 30 metr məsafəyə qaçış sürət, yerindən uzunluğa tullanma, sürət gücünün diaqnostik və böyük summativi. D. Topun uzağa atılması bu sürət gücü inkişaf etdirir. Bir də turnikdə dartılma, bu da qüvvəni inkişaf etdirir. Doğru cavab 5 metr məsafədən topun hədəfə atılması. Açar söz hədəf müəllimlər. Sonra basketbola aid olan doğru fikirləri seçin. Doğruları götürəcək. Bunlardan biri və yaxud da heç biri və yaxud da hər biri bəlkə də doğru və yaxud da yanlış ola bilər. Baxalım. Topu yumruqla vurmaq olmaz. Bəli, yumruqla qətiyyən vurmaq olmaz. Fikir doğrudur. Top təsadüfən rəqibin ayağına dəyərsə oyun davam etdirir. Yəni qəsdən yox, bilməyərəkdən ayağına dəyərsə, bəli, bu fikir də doğrudur. Bunların hər bir ilə ikinci ifadədə olan fikirlər hər biri doğrudur. Üçə baxalım. Basketbolçu topu çilədikdən sonra tutur və yenidən çilənir. Xeyr, olmaz. Basketbol topu bildiyimiz kimi bir əllə çiləməliyik. Topu tutduqdan sonra ya ötürmə etməliyik, ya da rəqib səbətinə atış etməliyik. Əks halda maksimum 2 addım ata bilərik və rəqibin baskısı olarsa, yəni hücumu olarsa, topu maksimum 5 saniyə əldə saxlamaq olar. Burada yalnız ifadələrdən 1 və 2-ci olduğu üçün götürəcək 25-də B variantını. Bəli. 26. Fiziki tərbiyə dərsində deyir, şagird zədələndikdə müəllim nə üçün ilk tibbi yardım biliklərinə malik olmalıdır? Bildiyimiz kimi təbii ki, zədələnməyə dərhal düzgün müdaxilə etmək üçün və bilirsiniz ki, zədələnmələr zamanı ilk tibbi yardımı kim göstərir? Fiziki tərbiyə müəllimi. 27. Fiziki tərbiyənin ümumi orta təhsil səviyyəsində hərəkətlərin icrasının idman növlərində texniki, taktiki üsullarını yiyələnmə fiziki tərbiyənin hansı formasına aiddir? Müəllimlər, burada gördüyünüz kimi təhsil səviyyəsi də verilib və formaya daxil olan inkişaf da verilib. Bizdən amma formanın özünü soruşur. Və bildiyimiz kimi fiziki tərbiyənin 3 forması var. Fiziki tərbiyə dərsləri, xüsusi qruplarda fiziki tərbiyə və dərsdən kənar fiziki tərbiyə. Bu ifadə özü də fiziki tərbiyə dərslərinə aiddir. Xüsusi qruplarda isə hər hansı bir qüsur vəziyyəti olmalıdır. Misal üçün, fiziki və funksional qüsurların aradan qaldırılması, nə bilim, psixoloji dayanıqların qorunması, formalaşdırılması, birgə hərəkət fəaliyyətə inteqrasiya bunlar olsaydı, hə, bu zaman olardı xüsusi qruplar. Yox, əgər və yaxud da səhər gimnastikası, gigiyenik qaydalar, sonra rayon zona yarışlarında, klublarda, məşğələlərdə iştirak desəydi, belə ifadələr olsaydı, təbii ki, dərsdən kənar fiziki tərbiyə aid olacaqdı. Amma burada düzgün cavab fiziki tərbiyə dərsləridir. 28. Qısa məsafəyə qaçışlar zamanı deyir, diqqət komandasına aid olanları seç. Biz yalnız diqqətə aid olanları seçəcəyik. Bilirsiniz ki, qısa məsafəyə qaçışın da 3 komandası var. Starta, diqqət və marş. Baxalım, 5 ifadə verildi. Deyir, çiyinlər qollardan azacıq qabağa keçir. Bəli, doğru variantdır. Diqqət komandasında bu formada olur. Yəni çiyinlər qollardan azacıq da olsa qabağa keçir. Sonra arxaya qoyulan ayağın dizi yerə tonur. Xeyr, diz yerdəsə bu starta komandasıdır. Sonra arxadakı ayaq ani güclü təkan icra edir. Xeyr, bu da marş komandasına aiddir. Çanak çiyin səviyyəsindən bir qədər hündürdür. Doğru. Öndə olan ayaq 90 dərəcə bucaq şəklini alır, vəziyyətini alır. Bəli, doğrudur. Deməli 1, 4 və 5. Hardadır? Y variantında. Olimpiya oyunları məqsədi nədir? Əsas məqsədi deyir amma. Müəllimlər diqqətli olun.
Doğru cavab rekordların artırılması. Xeyr, yalnız idmançıların artırılması deyil. Xeyr, burada yalnız qoyub. Onun üçün olmaz. Beynəlxalq sülh və dostluğun təşviqidir. Bəli. Bildiyiniz kimi halqalardan, rənglərindən də demişdik ki, xalqların belə deyək, birliyini və yarışlarda iştirakını, öz millətini özündə birləşdirən bir simvolizdir rənglər və həmçinin də burada sülh və dostluğun təşviqidir. Doğru cavabımız. 30. Sırada verilən komandaları uyğunlaşdırın. Bəli, cədvəldə verilmiş formanı hazırlamışam. Bunlara uyğunlaşdırmalıyıq. Dağıl komandası, müəllimlər, şagirdlərin sərbəst fəaliyyəti üçündür. Yəni onlar dağılışırlar və müəllim ola bilsin yenidən bir cərgə, sıra və ya da bir tağım yaradacaq onun üçün. Dağıl komandası, yəni A 2 olacaq. Sonra sıra sayı ilə say. Bu komandanı müəllim verirsə, sinifdə olan şagirdlərin sayını müəyyən etmək istəyir. B 3 oldu və geriyə dön. 180 dərəcə dönmək. Bəli, 180 dərəcə. 180 dərəcə geriyə dönmək, belə deyək, geriyə dönmənin bucağıdır. Dönmə bucağıdır. Deməli, olacaq A dedik 2, B3, A2, B3, C1. C variantı müəllimlər. Bu variant. 31. Şagird huşunun itirilməsi zamanı ilk yardıma aid olmayanı seçin. Deməli, 4-ə aid olacaq. Şagird huşunu itirilən ana. Biri isə xeyr. Zərər çəkəni yarım oturaq vəziyyətə gətirmək xeyr. Huşunu itirəni nədən biz yarım oturaq vəziyyətə gətirək? Onsuz da bu huşunu itirib yenidən bu neyniyəcək? Aşacaq, yıxılacaq loru bildirsək. Zərər çəkəni müşahidə altında saxlamaq, bəli. Tənəffüs və nəbzini yoxlamaq, bəli. Diqqət mərkəzində saxlamaq. Təmiz havaya çıxarmaq, bəli. Və ya da hava axınını təmin etmək, yəni otaq şəraitində və ya zaldadsa pəncərə və ya hər hansı bir qapını açmaq, təmiz havanın otağa daxil olmasına nail olmaq və lazım gəldikdə isə təcili tibbi yardım da çağırmaq lazımdır. Amma zərər çəkəni yarım oturaq vəziyyətə gətirmək olmaz. Doğru variantımız A. İdman jimnastikasında dayaqlı tullanmaya aid olmayan fikri seçin deyir. Bildiyiniz kimi idman jimnastikası həm qadın idman jimnastikasında, həm də kişi idman jimnastikasında var. Düzdür, oxşar cəhətləri çoxdur. Fərqli cəhətləri yalnız nədir? Alətin hündürlüyü 135 sm kişilərdədir, hündürlüyü 125 sm isə qadınlardadır. Dayaqlı və dayaqlı tullanma bildiyiniz kimi təyinatına görə qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir, amma icrası isə idman keçisi alətin üzərindən icra olunur. Bizdə burada aid olmayan fikri deyir. Yəni 4-ə aiddir, biri yox. A variantında deyir ki, dayaqlı tullanma həm kişilər, həm də qadınlar arasında keçirilir. Bəli, az öncə demişdim. Qaçış cığının uzunluğu 25 metrdir. Bəli, doğrudur. Eni isə 1 metrdir. C. Alətin hündürlüyü kişilər və qadınlar üçün fərqlidir. Bəli, eynidir. 125 və 135. Sonra D. Dayaqlı tullanma zamanı alətə təmas edilməlidir. Bəli, bildiyiniz e, qədərdə 7 fazası var. Təkan körpüsündən yalnız bir ayaqla təkan vermək. Xeyr, təkan körpüsündən hər iki ayaqla eyni anda təkan verilməlidir. Deməli, sualımızın doğru cavabı olacaq Y variantı. Uyğunluğu müəyyən edin, 33-də deyir. Burada 5 belə deyək ki, normativ verilib, onun müəyyən bir hissəsi diaqnostik, müəyyən bir hissəsi isə kiçik summativ qiymətləndirmə aiddir. 6 dəqiqəlik qaçış diaqnostikdir, topun səbətə atılması kiçik summativdir, yerindən uzunluğa tullanma müəllimlər diaqnostikdir. 3x10 məkiş qaçış çevikliyin həm diaqnostiki, həm böyük summatividir. 60 metr məsafəyə qaçış isə kiçik summativ. Yəni 6 dəqiqəlik qaçış dözümlüyün diaqnostiki, topun səbət atılması, yəni basketbol topunun səbət atılması çeviklik hərəkət qabiliyyətində kiçik summativ qiymətləndirmədir. Yerindən uzunluğa tullanma həm böyük summativ, həm diaqnostik qiymətləndirmə sürət gücdədir. 3x10 məkiş qaçış çevikliyin diaqnostiki və böyük summatividir. 60 metr məsafəyə qaçış isə 6, 7, 8, 9-cu siniflərdə kiçik summativ qiymətləndirmədir sürət hərəkət qabiliyyətindən. Ona görə diaqnostiklərdən olacaq A, C, D, A, C, D, 2 də B, E. Doğru variantımız B variantı müəllimlər. 34. Sağlam həyat tərzinin formalaşmasında ən vacib amil hansıdır? Sağlam həyat tərzini deyir müəllimlər. Baxın, deyir sağlam və balanslı qidalanma. Bəli, sualımızın doğru variantı A variantıdır. Sağlam və balanslı qidalanma. Digərlərinə baxaq. Daha çox şirniyyatla qidalanmaq qəti şəkildə olmaz. Yağlı yeməklər adından məlum çox istifadə etmək yox olmaz. Vitamin preparatlarını mütəmadi qəbul etmək xeyir olmaz. Tez-tez qidalanmaq bu da olmaz. Sualımızın doğru cavabı sağlam və balanslı qidalanma. 35. Futsal idman oyunda deyir, qapıcı qapıdan topu əllə başlamalı olduğu halda topu havaya atıb ayağı ilə vurarsa hakimin bu zaman qərarı necə olacaq? Bir çox respublikada müəllimlərimizin yanlış götürdüyü bir cavabdır. Mən həmin müəllimlərimizi heç belə deyə Laura desək qınamıram. Çünki həqiqətən belə bir sualla bir çox müəllimlər nə kitablarda, nə də ki, deyək də, materiallarda rastlaşmayıb. Yəni, hər il bildiyimiz kimi bir-iki bizə belə deyək də, hədiyyə kimi belə bir möcüzəli bir suallar salırlar.
və heç vaxt eşitmədiyimiz bir sualı, yəni heç kimin ağlına gəlməyəcək tərzdə sual salırlar. Biri də budur müəllimlər. Əgər desəydi ki, futsal idman oyununda qapıcı topu qapıdan zərbədən sonra təkrar gedib toxunarsa və ya da topu oyuna daxil etdikdən sonra heç bir ikinci toxunuş olmadan təkrar özü toxunarsa, hə, bu zaman sərbəst zərbə təyin oluna bilərdi. Amma burada deyir ki, əllə başlamalı olduğu halda topu havaya atıb ayaqla başlayır. Təbii ki, bu düzgün vuruş sayılmadığı üçün hakimin qərarı bu olacaq ki, topu yenidən qapıçıya verilsin və qapıçı əllə topu oyuna daxil etsin. Bu formada olacaq müəllimlər. Burada baxalım D variantına. Qapıdan atış təkrar əllə yerinə yetirilir. Sualımızın cavabı budur. 36. Müəllim şagirdlərdə deyir, boy göstəricilərindən istifadə edərək starta durmanı praktik olaraq göstərirsə, hansı hərəkət qabiliyyətinin inkişafı nəzərdə tutulur? Baxın müəllimlər, boy göstəriciləri deyil, həm də starta. Açar sözlər bunlardır. Boy göstəriciləri o deməkdir ki, qısa məsafəyə qaçışlar zamanı start, yəni qaçış qəblərindən istifadə olunur və qaçış qəbləri müəllimlər 3 formada qurulur. Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış. Bunlar əsasən idmançının antropometrik göstəricilərinə görə qurulur. Nə deməkdir antropometrik göstərici? Yəni idmançının sağlıdır və ya da solundan təkən verib başlayacaq, hansı ayağını arxaya qoyacaq, həmçinin onun boyuna görə, çəkisinə görə, yəni müəyyən göstəricilərinə görə o qəlblər nizamlanır və bildiyiniz kimi qaçış qəblərdə, start qəblərdə, yəni boy göstəricilərinə uyğun olaraq istifadə olunan startlar əsasən yox, ümumiyyətlə qısa məsafəyə qaçışlar zamanı istifadə olunur və qısa məsafəyə qaçışlarda məhz sürəti inkişaf etdirir. Yəni 10, 30, 60, 100, 200 və 400 metr məsafəyədək olan. Və təbii ki, sualımızın da cavabı nə olacaq? Sürət hərəkət qabiliyyəti. 37. Fiziki tərbiyə dərsində deyir, şagirdlər hərəkətləri əzələlərin yorulma səviyyəsinə dək yerinə yetirirsə, hansı hərəkət qabiliyyəti inkişaf etdirir? Təbii ki, mən demişdim, öz müəllimlərimiz məlumatlı idi, dəfələrlə deyirdim ki, əgər yorulmaya qədər icra edirsə, bu qüvvəni inkişaf etdirir və burada imtinaya qədər metodundan istifadə etmiş olur idmançı. Amma desək ki, yorulmaya qarşı dayanır, bu artıq ravan belə deyək, metoduna aid olan bir formadır və dözümlüyün inkişaf etdirir. Burada dözümlüyə aid olan bir xüsusiyyətdir bu. Amma burada deyir ki, yorulma səviyyəsinədək. Yoruldu, dayanır. Bəli, əzələ böyüməsinə xidmət etdiyi üçün bu sualımızın cavabı olacaq qüvvə hərəkət qabiliyyəti. 38. Aşağıda verilmiş fikirlərdən bədənin əlmə qabiliyyətinə aid olanları seçin. Bəli. 1. Əzələ-dağlı koordinasiya mühüm rol oynayır. Təbii ki, bəli, bədən əlmə qabiliyyətinə aiddir. Sonra hərəkətin koordinasiya çətinliyindən xeyr, bu çevikliyin xüsusiyyətidir. Yaş artdıqca inkişaf xüsusi məşq tələb edir. Bəli. 4. Oynaqlarda hərəkət amplitudasının geniş olması vacibdir. Bəli, geniş amplituda. Hərəkət fəaliyyətin analizatorundan bu isə çevikliklərdir. Deməli, 1, 3 və 4. Y variantı müəllimlər. 39. Aşağıdakı hallardan hansında zərər çəkmiş tam hərəkətsiz vəziyyətə gətirilməlidir, yəni saxlanılmalıdır. Baxın müəllimə nə deyir? Zərər çəkmiş tam hərəkətsiz. Tam hərəkətsiz o deməkdir ki, sən dırnaqdan saça qədər heç bir bədən üzvünü hərəkət etdirməməlisən. Burada qapalı sınıq zamanı, açıq sınıq zamanı qoyublar. Bunların heç biri deyilməlidir. Çünki açıq sınıq zamanı, baxır hansı açıq sınıq zamanı. Yəni, hər açıq sınıq zamanı tam hərəkətsiz vəziyyət olunmur axı. Sən əgər əlin sınıbsa, ayağına bəyəm yeriyə bilmirsən, yeriyirsən və yaxud da ayağında sınıq varsa, əlini hərəkət elətdirə bilmirsən, təbii ki, elətdirirsən. Burada cavab onurğa zədələnməsindən şübhələndiyi zamandır. Bəli, onurğanın zədələnməsindən əgər şübhələndiyi bir forma olarsa, həmin zərər çəkmiş mütləq tam hərəkətsiz vəziyyətə gətirməlidir. Həm də bildiyiniz kimi onurğa zədələnməsinə qətiyyən şinada qoymaq olmaz. Yəni sualımızın doğru cavabı elə onurğa zədələnməsindən şübhələndiyi zamandır. Və sonuncu sualımız 40-cı sual müəllimlər. Deyir ki, müəllim şagirdlərdə 3x10 məşq qaçışından qiymətləndirmə götürür və müəllim müşahidə edir ki, şagirdlər qaçışda dönmələr zamanı sürətlərini itirirlər. Aha, dönmələrdə sürətlərini itirirlər. Zəiflik buradadır müəllimlər. Və deyir ki, müəllim hansı addımı deyir, atarsa daha effektiv olur. A variantında deyir ki, ani dönmələrlə qısa məsafəli qaçışlar. Bəli, məhz elə sualımızın cavabı budur. Yəni, ani dönmələrlə qısa məsafəli qaçışlar müəllim tətbiq etsə və yaxud da təşkil etsə, həmin o məşq qaçışlar zamanı dönmələrdə sürətlərini şagirdlər itirməz. Bax, sualımızın doğru cavabı məhz oldu. Ani dönmələrlə qısa məsafəli qaçışlar. Və müəllimlər, fiziki tərbiyə ixtisasından həm sertifikasiya, həm də müəllimlərin işə qəbul imtahanına növbəti il üçün hazırlaşmaq istəyən müəllimlərimiz, əgər effektli şəkildə hazırlaşmaq istəyirsinizsə, tam 100%lı
nəticə əldə etmək istəyirlərsə, sentyabr ayından olan həm müəllimlərin işə qəbulu, həm də sertifikasiya qruplarımıza yazıla bilərlər. Bunun üçün isə 055 880 90 82 nömrəli telefonun WhatsApp-ına yaza bilərsiniz.